إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. Əmmə bə'd. Deməli qardaşlar, fayda, savab və əcir bir var insanın yalnız özünə aid olur. Yəni buna deyirlər ki, ən-nəf'ul qasiru alə'n-nəfs. Yəni sadəcə insanın özünə çatan fayda. Və bəzi savablar və əcirlər də var ki, o insanın həm özünə, həm də başqasına olur. Yəni hər iki kimsə bundan faydalanır. Və demək olar ki, əksər alimlər deyirlər ki, insanın həm özünə və başqasına olan fayda daha əfzəldir. Və bununla belə İslamın ərkanlarına baxsaq, İslamın ərkanlarından üçü insanın özü üçündür. Yalnız biri həm özünə və həm başqasına. Yəni namazındır, orucundur və həccindir. Bunlar savabı sadəcə sənin özünədir. Amma zəkatda həm özün faydalanırsan, savab qazanırsan, həm də ki, başqası da faydalanır. Yəni başqasına da fayda verirsən. Lakin əksər alimlər deyirlər ki, insanın özü və başqası üçün olan əməl, savab daha üstünü, daha əfsəldir. Və bu məsələdə əlbəttə təfsilat var. Yenə də təfsilat var. Hərçənd ki, bir çox alimlər bunu desə belə. Yəni bu insanın və həmçinindəki faydanın halına qayıdır. Və yecibu ən yekuna təvazunu beynəhumə. Yəni bunların ikisinin də arasını bərabər tutmaq lazım. Nə bu çox olmasın, nə də bu çox olmasın. Yəni bəzən insanın buna ehtiyacı ola bilər və bəzən də insanın buna ehtiyacı ola bilər. İndi bunun təfsilatı gələcək. Və əllə yekuna hunaka təzhidun fin-nəf'il qasir. İnsan yalnız özünə faydalı olan şeyləri tərk etməli deyil. Fa'azamu maqsadin li icadil xaliqati ibadətullah. Yəni insanların da ki xəlq olunmasında ən əzəmətli məqsəd nədir? Allaha ibadət etmək. Və İbn Teymiyyə rahimehullah buyurur ki, "La budda lil-'abdi min awqatin yenferidu biha bi nefsihi." İbn Teymiyyə rahimehullah buyurur ki, insanın özü ilə tək qalmağa vaxt ayırmasına ehtiyacı var. Özü ilə tək başına qalmağa vaxt ayırmasına ehtiyacı var. Labüddür ki, özünə vaxt ayırsın. Özü ilə, nəfsi ilə tək qalsın. Duasında, zikrində, namaz mı qılır, Allahın məxluqatı barəsində mi düşünür, nəfsini mi hesaba çəkir, qəlbini mi islah eləyir, yəni tək başına. Və yəni bu elə bir haldır ki, yəni burada artıq heç kim ona bu əməldə şərik olmur. Nə bu zikrində, duasında, nə namazında, nə nəfsini hesaba çəkməsində, nə qəlbini islah eləməsində heç kim şərik olmur. Özü təkdir, tək başınadır. Və insan mütləq şəkildə yəni özünə və başqasına fayda olan əməllər üzərində daimi qalması doğru deyil, xatadır. Və həmçinin də ki, bunu tərk eləyib, yalnız öz nəfsinə çəkilib, yalnız özü faydalanıb, tək başına qalması da, bu da xatadır. Yəni biraz o olmalıdır, biraz bu olmalıdır. Və bu hər bir insanın buna olan ehtiyacına görə dəyişir. Bəzən ola bilər ki, insanın ehtiyacı var ki, sən bu dəqiqə təkliyə çəkilməlisən. Təklikdə olmalısan. Və bəzən də ola bilər ki, sənin bu dəqiqə ehtiyacın var ki, sən sədəqə verəsən. Sən kimisə yedizdirəsən. Aydındır. İnsanın halından halına dəyişir. Və hansı halda ona məsləhətli olan hansıdırsa onu seçməlidir. Onu seçməlidir. Və bu da ki, insanın özünü yəni halına xüsusən nəzarət yetirməsi ilə əldə olunan şeylərdən. Və əlbəttə ki, insanın
hər bir müsəlmanın və hər birimizin Rəbbimizlə arasında olan gizlin əməllər olmalıdır. Gizlin əməllər olmalıdır ki, yəni bu əməl heç kimə bəlli deyil. Yəni bu əməl özümüzlə Rəbbimiz arasında gizli olan əməllərdəndir. Heç kim bundan xəbərdar deyil. Baxın, bunlardan Peyğəmbər sallallahu aleyhi və səlləm səhih hədisdə buyurur ki, Səbə'atun yuzilluhumullahu yevmə lə zillə illə zilluh. Deyir ki, 7 sinif insan var ki, Allah Teala qiyamət günü onları heç bir yerdə kölgə olmadığı zaman öz ərşinin kölgəsində kölgələndirəcək. Və onlardan birisi Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Raculun təsaddaqa bi sadaqatin fəəxfəhə. Sədəqə verib sədəqəsini gizlədən kimsə. Baxın, yəni gizlində olan əmələ dəlalət eləyir. Sədəqə verib bu sədəqəsini gizlədən kimsə. Və həmçinin bunlardan Peyğəmbər sallallahu aleyhi ve sellem kim deyir? Və raculun zəkərallaha xaliyan fəfadat aynə. Təklikdə, xəlvətdə Allahı zikr edib gözündən yaş axan kimsə. Yəni, baxın, bu iki əməl 7 sinif insanın əməllərindən birisidir. Və yaxud da ki, o 7 sinif insan ki, Allahın ərşinin kölgəsində kölgələnəcəklər, yəni onlardan ikisi bu hədisdə zikr olunur. Və bu ikisi də yəni xəlvətdə olunan əməllərdir. Ki, birisi gizlində sədəqə verir, aşkarda deyil. Və digəri də ki, təklikdə Allahı zikr edib gözündən yaş axır. Sələfilərdən Abdullah Əl-Xureybi rahimehullah deyir ki, Kânus sələf yestəhibbuna en yekuna lirraculi xabi'atun min amalin salihin la ta'lamu bihi zawjatuhu və la ghayruha. İmam Zəhəb rahimehullah Es-Siyar kitabında rəvat edir. Siyar A'lamun Nubala. Əl-Xureybi rahimehullah deyir ki, sələfilər kişinin özü ilə Rəbbi arasında gizlin bir əməl olmasını sevərdilər. Sələfilər, yəni sahabələr, tabeinlər, bir müsəlmanın, bir kişinin özü ilə Rəbbi arasında bir gizlin, salih əməl olmasını sevərdilər. Bu salih əməli nə onun zövcəsi bilməzdi, nə onun başqası bilməzdi. Yəni, hətta baxın, həyat yoldaşı belə, zövcəsi belə bilmir. İbn-i Cəvzi rahimehullah Təlbis-i-Lilbis kitabında zikr eləyir və orada deməli şeytanın insana olan vəsvəsələrindən danışır, bəzi vəsvəsələrdən danışır və həmin kitabda sələfilərdən bir əsər zikr eləyir və orada keçir ki, yəni sələfilərdən birisi deyir ki, 20 il oruç tutur və heç kim onun oruc olduğunu bilmir. 20 il oruç tutur və heç kim onun orucu olduğunu bilmir. Neyin yerdi? Səhər evdən sahurunu eləyib işinə gedərdi və ailəsi yemək qoyardı ona ki, günorta yeməyini işləysin. Və günorta gələrdi, o yeməyi miskinlərə, ehtiyacı olanlara verərdi. Və axşam da qayıdıb evdə iftarını eləyərdi. Beləcə, nə evdə olanlar, nə də işdə olanlar onun oruc olduğunu bilməzdi. Yəni, 20 il insan bu cür oruç tutur. Yəni, hətta görün insanın zövcəsi və digər yaxın kimsələri belə bunu bilməzdi. Ona görə insanın zahirdə olan əməllər çoxdur. Məsciddir, gəlirsən, cəmaatlıqdır, namaz qılırsan, ibadətdəsən, amma gizlin bir əməl olmalıdır. O əməl ki, sırf sənlə Rəbbin arasında gizlindir. Ola bilər bu Quran olsun, ola bilər bu zikr olsun, ola bilər bu tövbə olsun, ola bilər bu Quran oxumaq olsun, ola bilər başqa hansısa salih əməl olsun, dua olsun. Yəni bunu heç kim görmür. Nəyə görə xəlvətdə, gizlində olunan əməl daha əfsəldir? Çünki bu qəbul olunmağa daha yaxındır. Bu qəbul olunmağa daha yaxındır. İnnəmə yətəqabbəlullahu minəl-muttəqin. Allah yalnız müttəqilərdən qəbul edərdir. Yəni, əməl nə qədər ixlaslı olarsa, o qədər qəbula yaxındır. Və ixlaslı olmaq üçün də ən real variant nədir? Təklikdə olmaq. Gizlində olması. Çünki aşkarda hamı görə bilər. Və Həsən əl-Basri rahimehullah
Deyir ki, İbn Mübarək rahimehullah Zühd kitabında rəvat eləyir. Deyir ki, "İn kana ar-raculu laqad jama'al Qur'ana və ma yash'uru bihi'n-nas." Həsən el-Basri rahimehullah deyir ki, eşidirsən? Evet. Deyir ki, yəni insanlar var ki, Quran-ı Kərimi əzbərləyiblər, lakin deyir ki, heç kim onun Quran-ı Kərimi əzbərlədiyini bilmir. Və in kana ar-raculu laqad faqihal fiqhal kəsira və ma yash'uru bihi'n-nas. Deyir ki, insanlar var ki, Allahın dinindən böyük bir elm əldə ediblər, geniş bir elm əldə ediblər, yəni fəqih olublar, lakin deyir ki, insanlar onu bilmir. Və in kana ar-raculu la yusalli as-salata at-tawilata fi beytihi və indehu zuwar və ma yash'urun bihi. Və deyir ki, insanlar var ki, onun deyir ki, evində qonaqları var. Baxın, insanlar var ki, onun evində qonaqları var və o gecə namazına qalxır, lakin deyir ki, qonaqları onun gecə namazına qalxdığını bilmir. Yəni bu qədər, yəni sələflər əməllərini gizlətiblər. Və sonra nə deyir? Sonda Həsən el-Basri rahimehullah: "Və laqad adrakna aqwaman ma kana alal-ardi min amalin yaqdiruna an ya'maluhu fi's-sirri feyekunu alaniyatan abada." Həsən el-Basri rahimehullah deyir ki, mən deyir ki, elə insanlarla qarşılaşdım. Həsən el-Basri kimlə qarşılaşıb? Sahabelərlə. Mən deyir ki, elə insanlarla qarşılaşdım ki, əgər yer üzərində bir əməli gizlin etmək mümkündürsə, onlar deyir ki, heç vaxt onu aşkarda eləməzdilər. Yəni sahabeləri qəsd edir. Əgər deyir ki, yer üzərində bir əməl, hər hansısa bir əməl, onu deyir ki, gizlin eləmək mümkün idisə, onlar deyir ki, onu heç vaxt aşkarda eləməzdilər. Yəni gizlində eləyərdilər. Və ona görə insanın Rəbbi ilə özü arasında gizlin, salih əməli olmalıdır. Yəni bu əməl insanın həm bağışlanmasına səbəb ola bilər, çünki ixlasa yaxın olduğuna görə, həm qəbul olunmasına səbəb ola bilər, yenə də təklikdə və xəlvətdə olduğuna görə. Yəni bugünkü gün görsən ki, yəni zəifçiliyimizdəndir. Baxırsan, insan hər hansısa bir əməl eləyir, şeytan onu batil eləməyə çalışır. Şeytan o əməli batil eləməkdə bizə qalib gəlir. Danışmaqla, ətrafa yaymaqla. Görürsən, kişi 20 ildə oruç tutub, heç kim onun orucu olduğunu bilməyib. Bugün bir gün oruç tutsa adam daha yəni bütün məscid bilir. Yəni ümumiyyətlə insan əməllərini, hansı əməl olursa olsun, istər oruc, istər sədəqə, çalışmalıdır bunları gizlətsin, gizlin olsun. Və dediyimiz kimi bu insanın əməlinin qəbul olunmasına və həmçinin də ola bilər ki, Allah Taala o əmələ görə səni bağışlasın. Ola bilər ki, Allah Taala o əməldə olan o balaca ixlasına görə Allah Taala səni bağışlasın. Çünki biz hansı əməlimizin qəbul olunacağını bilmirik. Nə namazımızın, nə orucumuzun. Sadəcə ümid edirik ki, Allah Taala bizdən qəbul eləyər. Amma gizlində olan əməllər isə artıq Allahın izni ilə qəbul olmağa daha yaxındır. Nəyə görə? Çünki ixlasın daha çox olduğuna görə. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və ətubu ileyk.